daha bir genetik xəstəliyə qalib gəldi. Avropalı alimlər genetik və müalicəsi çətin olan Huntington xəstəliyinin inkişafını ilk dəfə dayandırmağa nail olub. Niderlandın Unicure biotexnologiya şirkəti tərəfindən hazırlanan və gen terapiyasına əsaslanan AMT-130 adlı preparat klinik sınaqlarda ümidverici nəticələr göstərib. Xəstəlik beyin hüceyrələrini zədələyərək qeyri-iradi hərəkətlərə, əzələ tonusunun pozulmasına və psixoloji dəyişikliklərə səbəb olur. Adətən diaqnozdan sonra xəstələr 10-13 il ərzində həyatlarını itirir. AMT-130 preparatı genetik səbəb olan Huntington zulalının səviyyəsini azaldır. Amerika Birləşmiş Ştatlarında keçirilən 1-ci və 2-ci fazalı klinik sınaqlarda xəstəliyin yeni başlanmış mərhələsində olan 26 pasiyent iştirak edib. Onlardan bəzilərində MRT nəzarəti altında beyinlərinə preparat yeridilib. 3 il sonra bu xəstələrin 75%-də xəstəliyin inkişafı demək olar ki, dayanıb. Mütəxəssislər qeyd edir ki, bu müalicə üsulu xəstələrin həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə artırar və onlara uzun illər normal həyat bəxş edə bilər. Alimlər bunu Huntington xəstəliyinin müalicəsində tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirir.